Suriye səmasında yenidən gərginlik müşahidə olunur. Mayın 2-də İsrail ordusu Dəməşqdə prezident sarayının yaxınlığında hədəflərə növbəti zərbə indirib. Bu, bir neçə gün ərzində həyata keçirilən ikinci hücumdur. Rəsmi Təl-Əviv açıq mesaj verir. Bu, Suriya rəhbərliyinə xəbərdarlıqdır. Məqsəd, paytaxtın cənubuna Suriya hərbçilərinin irəliləməsinin qarşısını almaq və bölgədəki Druz icmasını qorumaqdır. Suriya müharibəsindən aylar keçsə də bu ölkəyə olan maraq nəinki azalmır, əksinə daha da artır. İsrail qabaqlayıcı zərbələrə üstünlük verdiyi bir vaxtda Türkiyə sərhədyanı bölgələrdə siyasi və iqtisadi təsirini gücləndirir. Türkiye'nin en büyük amacı Suriye'de toprak bütünlüğü sağlanmış, etnik, demografik ve mezhepsel olarak eşit haklara sahip anayasal hakları verilmiş ve güvenliği sağlanmış bir Suriye talep etmektedir. Çünkü Suriye'nin güvenliği Türkiye'nin güney sınırlarının güvenliği anlamı taşımaktadır. Bununla birlikte Suriye'de her türlü olumsuz gelişmeler Türkiye'yi de bir şekilde etkilemektedir. Digər maraqlı qüvvələrin fəallaşdığı bir vaxtda Suriyada Türkiyə-İsrail gərginliyi hər an arta bilər. Bu çətin və ziddiyyətli mənzərədə daha bir mühüm aktör Azərbaycan önə çıxır. Bu səbəbdən gözlər mayın 7-si və 10-una yönəlib. Bu tarixlərdə İsrailin baş naziri Benyamin Netanyahunun və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya səfərləri iki ölkə arasındakı düyünü aça bilər. Demək olmaz ki, birdən-birə İsrail və Türkiyə arasındakı olan ziddiyyətlər həll olunacaq. Çünki bu ziddiyyətlər ekzistensional təhlükəsizliklə bağlıdır, ələxüsus Suriyada. İkinci, bu siyasətdən də ötəri olan məsələlərdir. Bu Qəzza və Qüdslə bağlıdır. Amma bu münasibətlərin silahlı yox, məhz diplomatik müstəviyə qaytarılması vacibdir və düşünürəm ki, Azərbaycan da məhz bu istiqamətdə, bu məqsədlə bu vasitəçiliyi həyata keçirir. Suriya böhranı bir daha göstərir ki, yaxın şərqdə sabitlik yalnız güc balansı ilə deyil, həm də diplomatik manevrlərlə təmin oluna bilər. İsrail və Türkiyənin Suriyada fərqli maraqları olsa da, onların ortaq təhlükə və narahatlıqları bu iki ölkəni dialoqa vadar edir. Bu şəraitdə Azərbaycan həm coğrafi, həm də siyasi baxımdan mühüm körpü rolunu oynaya bilər. Əgər Bakı bu görüşə ev sahibliyi etsə, bu sadəcə diplomatik jest deyil, regionda yeni güc balansının formalaşmasına doğru atılmış real addım olacaq.